Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Bilirsiniz ki, 29 sentyabr 2025-ci il Cabir İmanov dünyasını dəyişdi qəfil və hələ də onun haqqında müzakirələr davam edir. Ən çox müzakirələr səbəb olan məsələ isə təbii ki, Cabir İmanovun insanları, vətəndaşlara üzünə durması, vətəndaşlara etiraz aksiyalarında işgəncə verməsi, onları döyməsi, təpiy atması və əsas məsələ də Vəhabi olması, Vəhabi məscidində qusullanıb, kəfənlənib, yəni dəfn üçün hazırlanması və orada da meyid namazının qılınması və s. mövzular və əsasən bu mövzular ətrafında müzakirələr gedir. Bugün də mənim qarşıma çıxdı Fazil Mustafa, deməli, bəhanə eləyir, Cabir İmanovdan başlayır və sonra da Şiə əqidəsinə qarşı öz iyrənc zəhərini qusur. Cabir İmanovun haqqında gedən müzakirələr, əlbəttə mən hesab edirəm ki, onu qınayanlar, ona lənət oxuyanlar haqlıdırlar. Çünki adam xalqa təpiy atıb, zalim rejimin yanında durub və bu həm də bir ibrətdir, dərsdir. Baxırıq, görürük ki, zalim İlham Əliyevin tərəfində durub xalqa dil uzadanlar nə qədər varsa, hamısı Cabir İmanovun müdafiə edirlər. Çünki bilirlər ki, bu aqibət onları da gözləyir. Cabir İmanovun Vəhabi olması əslində heç kimi narahat eləmir. Cabir İmanovun özünü narahat eləyir. Necə ki, deməli, Vəhabi əqidəsində əqidəsinin batıl olduğu məlumdur. Və eyni zamanda görünür Fazil Mustafanı da ciddi narahat eləyib. Çünki Fazil Mustafa da Vəhabi düşüncəsində olan bir insandır. Biz Fazil Mustafa haqqında dəfələrlə öz mövqeyimizi bildirmişik. Onun iyrənc davranışları, onun iyrənc hərəkətləri və Şiə Əhl-i-Beyt məktəbinə qarşı deməli, dil uzatması ilə bağlı biz dəfələrlə danışmışıq və layiqli cavabını da alıb. İndi isə deyir ki, bizim aman zaman bir dövlətimiz var. Kimsə Cabir İmanovun deməli, dinini, əqidəsini sorğulaya bilməz və sonra dövlət məsələsini atır ortaya və dərhal deməli, hər hansı bir din liderinin şəklini tutaraq ehsan verilməsini məsələsini gündəmə gətirir və başlayır Əhl-i-Beyt məktəbini və xüsusən Şiəliyi tənqid eləmək. Əslində bilirsiniz, məlum məsələdir ki, bir neçə ay bundan əvvəl Bakıda hicablı xanımlar deməli bu işi görmüşlər, ehsan vermişlər və hələ də 6 dənə hicablı xanım haqqında həbs qəti imkan tədbiri seçilib, onlar həbs olunub, saxta ittihamlarla həbs olunublar, onlar şərlənərək həbs olunublar, məhz onları Fazil kimi üzə duranların sayəsində bu zalim hakimiyyət şərləyib, böhtan atıb. Böhtan da hər bir halda ən böyük günahdır, bağışlanmaz günahdır və bu məsələyə görə də Fazil kimilər həm bu dünyada, həm axirətdə mütləq öz cəzalarını alacaqlar. Burada bir məsələni də xüsusi qeyd edeyim ki, deyir, bəs onlar xarici din rəhbərlərinin şəklini asınca İlham Əliyevin şəklini asın. Bax, məsələ ortaya gəlir, çıxır ki, bəli, məsələnin kökü burada dayanır. Bunların yarası bax buradadır. Bundan əvvəl yadınızdadır, bir nəfər də deputatlardan biri də demişdi ki, deməli, daha doğrusu bir siyasi təhlilçi, deputat deyildi, siyasi təhlilçi Mübariz Qurbanoğludur, səhv etmirəmsə familiyası. Demişdi ki, elə Xamneyi rəhbər deyincə İlham Əliyev rəhbər deyək. Bunlar əslində, mən deməzdim İlham Əliyevi müdafiə edirlər. Bunlar yaltaqlığın artıq ən son həddindədirlər. Bunlar o qədər düşüblər aşağı, o qədər rəzil və alçaq, şərəfsiz bir vəziyyətə gəlib eniblər ki, bu cür yaltaqlıqla istəyirlər ki, İlham Əliyevlə yararlansınlar, İlham Əliyevi nəsə xoşuna gəlsinlər.
İkinci məsələ, əziz izləyicilər, biz Azərbaycanda bu götürür Hindistanla Azərbaycanı müqayisə eləyir. Deməli, Fazıl Mustafa TV Müsavatda jurnalist Sevin Telman qızının verilişində bu barədə toxunub. Baxmaq istəyənlər tam video orada girib baxa bilərlər. Mən də onun iyrənc səsini sizə eşitdirib vaxtınızı çoxalmaq istəmirəm. Hindistanla müqayisə edir ki, nəm Hindistanda bu qədər din var, nəm kimi nəyə istahiş edir, filan. Müqayisə tam uğursuzdur, insanların çaşdırmaq üçündür, insanları yanlış istiqamətə yönləndirmək üçündür. Bu Azərbaycandır, Azərbaycanın ənənəvi dini var, Azərbaycanın böyük əksəriyyəti müsəlmandır, Azərbaycan xalqının inancı var. Sizin kimi adi həriflər gəlib bu xalqın inancına, dininə, əqidəsinə dil uzadırsınız. İkinci tərəfdən Vəhabi kim istəyir Vəhabi olsun, kim istəyir nə olsun. Burada da elə bir problem yoxdur. Əlbəttə, Vəhabi olmaq istəyən Vəhabi olacaq, Şiə olmaq istəyən Şiə olacaq, Sünni olmaq istəyən Sünni olacaq, kim nə istəyirsə o olacaq. Problem onda deyil. Problem ondadır ki, niyə görə Azərbaycanda Şiələri, Şiə olduqlarına görə həbs eləyirlər? Bugün 5000-dən çox Şiə məhbus var, amma Vəhabilərə geniş meydan verilir. Etiraz buna qarşıdır. Əsas etirazın mahiyyəti Fazıl Mustafa anlamır. Anlayır, sadəcə xalqı aldatmağa çalışır ki, etirazın əsas mahiyyəti bundan ibarətdir. Bir meydanda, bir ölkədə ədalətli deməli vəziyyət yaradılmır, ədalətli şərait yoxdur. Təkcə bu dini sahədə deyil, bütün sahələrdə belədir. Bir qrup insanlar həddindən artıq varlanır, əksəriyyət xalq acından ölür. Vəhabilər burada gətirib meydan sulayır, Vəhabilərə tam meydan verilib, amma Şiə əqidəsində olanlar, Həzrət İmam, Həzrət Həsən Hüseyin adını çəkənlər, mühərrəmlik adını çəkənlər həbs olunurlar, onlara ağır işgəncə verilir, onlara böhtan atırlar, onlara şər atırlar. Problem bundadır. Fazıl Mustafa deputat, illərdir deputat düzəldirlər Fazıl Mustafadan, Fazıl Mustafa sən deputatsan filan. O hələ öz vəzifəsini anlamır, gətirir, burnun başını hər yerə soxur, hər yerə soxur. Amma onun vəziyyəti ölkədə qanunverici, normal qanunverici orqanın deməli formalaşmasında o nə işlər görüb? Əslində onun haqqında danışmalıdır. Yoxsa bu günləri hər kimsə Cabir İmanov Vəhabi olduğuna görə tənqid olubsa, sən nə borcla çıxıbsan ona da cavab verməlisən. Sən ona da mı cavab verməlisən? Axı sənin bu işin deyil. Sən bu günləri Azərbaycanda qış başlayır, hər yerdə qış başlayır. Azərbaycanda yəni qışla bağlı hökumətin vəziyyəti hansı səviyyədədir? Rayonlar qazsızdır, işıq yoxdur. 60-cı illərin işıq dirəkləri uçulub dağılıb artıq. İnsanlar hansı vəziyyətdədir? Sən seçicilərin hansı gündə yaşayır? Sən bunlardan danışmalısan. Yoxsa Cabir İmanovu durub Vəhabi olduğuna görə müdafiə eləmək sənin boynunun borcu deyil. Əgər sən bu Vəhabini müdafiə eləyirsənsə və Şiənin üstünə gəlirsənsə, deməli sən oradan jal alırsan. Sənin jalın oradan gəlir. Əziz Azərbaycan xalqı. Bu cür insanlar Azərbaycan xalqını, Azərbaycan dövlətini məhv eləyən məhsulları deyir, bizim aman zaman bir dənə dövlətimiz var. Bəli, aman zaman dövləti sənin təmsil olunduğun Milli Məclis dağıdır, sənin nökəri olduğun hakimiyyət məhv eləyir, sənin nökəri olduğun İlham Əliyev məhv eləyir. Sən bir dəfə qeyrətin, kişiliyin çatdı, durub deyəsən ki, İlham Əliyevin qızları niyə görə bu qədər varidat aldı, varidatla Türkiyədə otel aldı, bu qədər pulları hardandı və s. Və yoxud da ölkədə insanlar, vətəndaşlar niyə bu gündə yaşayır? Sənin bir dəfə bunlar haqqında danışmağa qeyrətin çatıb, amma sən gəlib indi Vəhabini müdafiə eləyirsən və Vəhabinin kölgəsində durub Şiəni, Əhl-i Beyti qılınclayırsan. Bunlar hamısı bir-bir sənin burnundan gətiriləcək və gələcək. Bunlar biz bir mənalı olaraq deyirik ki, problem hər hansı bir Vəhabinin fərd olaraq Vəhabidə deyil. Problem Vəhabi əqidəsindədir. Sənin kimi əqidəsiz, cahil, batil əqidəyə xidmət edən insanlardadır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.